Anacan, Sevinç Ana, öpürəm sizi. Allah sizi korusun. Her zaman yanınızdayım. Anacan, buyurun mikrofon sizde. Sözünü diyebilirsiniz. Biraz arada dilim toplu çalır. O da məsuliyyətdən dolayıdır. Hem de gece saat 2'ye kadar biz çalıştık ki Kemal'ın adına uygun burada düzenleme edək. Bilmem ne derecede başardık ya yok. Ama Kemal, bütün Kemallar her şeyden güzeline layıktır. Buyurun söz sizde. Mingəçevirdən gəlmişəm. Əli ilə İslam mamasıyam. 2 şəhid anasıyam. Bugün biz Mingəçevirdən şəhid atladığımız özümüzə borç bildik ki, bugün anamızın yanında olar, balamızın ölümünü bir yerdə qeyd edilir. Allah cəm şəhidlərimizin yeri cənnət edilsin, məqamları yanımıza edilsin. Bazılarımıza da şəfa olsun, can sağlığı olsun. Bugün biz Mingəçevir şəhid anaları adından anamıza kiçik bir hədiyəmiz var. İstəyirik ki, onu anamıza təqdim edelim. Allah sizi var edin. Elə şəhid ailələri var ki, bir tək övladlarını unutub vətən üçün şəhid veriblər. Onlardan biri də Mingəçevirdən gələn bizim şəhid anamızdır. Anacan, buyurun, sözünüz var mı? İlk önce hamınızı salamlayıram, hamıya xoş gəldin deyirəm. Mən Mingəçevir şəhərindən gəlmişəm. Şəhid Elmar İbrahimovun anasıyam. Elmar evin yeganə övladı, nə hərbisizi, nə çarşı, 22 yaş. Özü könüllü yazılı, Polat Həşimovdan sonra, şəhid olandan sonra mən o xəbərim olmayıb, yeganə övlad. Tək ananı, yaşlı ananı evdə qoyub gedib xəbərim olmayıb. Su qoşanda şəhid olub. Allah bu kamil balamızın yerini cənnət, məqamını uca, qəbri nurla dolsun, anasına, atasına səbir versin. Allah Teala mələkləri göndərsin, biz şəhid, bütün şəhid ailələrinin ürəyinə su səpsin. Bir dənə də arzum var, istəyirəm dünyada sülh ola, müharibə olmaya. Müharibə nə deməkdir? Sualı veriləndə dünya üzrə heç kəs o sualın cavabını tapmasın. Allah hamımıza kömək olsun.